Zikanı biz uğurlu transfer saya bilərik. Parisi kim bəyənər, kim bəyənməz bilmirəm. İndi xarakteri nədir, kökləməsi, amma usta futbolçudur. Yəni Parisdə də istifadə ilə bilsəydilər məncə çox xeyir verə bilərdi. İndi burada da artıq o futbolçunun məşqçi tərəfindən nə qədər güvən alması, nə qədər məşqçinin onun potensialını açması və sair məsələlər var. Amma Paris usta futbolçudur. Yəni ustalığı var. Və Mikels dediyim kimi əvvəlki dönəmdə gələnlərdəndir. Amma bax əvvəlkilərdən gələnlərdən Letic üçün bu mövsümü mən uğursuz sayıram. Letic bu mövsümü boşa verdi. Halbuki mənim ən çox bəyəndiyim əcnəbilərdən biri Premyer Liqamızda Letic olub. Murad Musayev vaxtında feyrik bir futbol oynayırdı. Görürsən ki, onda da bir geriləmə var. Bəzi futbolçularda alınmadı, bəzi futbolçular istəklərini qoymadı. İndi bu mövsümün yekunları da Sabah üçün düşünməyə bir əsas olacaq. Çünki Avrokuboklara getməli olsalar və xüsusən bu Avropa Liqası olduğu üçün bir məğlubiyyət şansları var. Bir dəfə hansısa rəqibə uduzub, amma mübarizəni Konferans Liqasına davam elətdirə bilərlər. Bunu nəzərə alsaq, yəqin ki, böyük dəyişikliklərə getməzlər. Çünki vaxt az olacaq və riskli ola bilər böyük dəyişikliklər, yeni gələn futbolçunun adaptasiyası və s. Yox, Avrokuboklardan kənarda qalsalar, yəqin ki, daha rahat bir şəkildə yeni mövsümlə bağlı planlarını cıza bilərlər ki, artıq bu mövsüm elədikləri səhvləri, yəni gələn mövsüm təkrarlamasın.